Lənkəranda silahlı qüvvələrimizin şəhid zabiti Qalib Zülfüqarlının doğum günü ilə əlaqədar xatirəsi anılıb. Mərasimdə müharibə veteranları, rayon ziyalıları, qazilər, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid zabitin qəhrəmanlıq dolu həyat hekayəsinin böyüməkdə olan gənc nəslə örnək olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Qalib mərd cəsur zabit kimi verilən tapşırıqları layiqincə yerinə yetirib. O, 1992-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olub. 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və 2014-cü ildə Ali Hərbi Məktəbi bitirəndən sonra Qazax rayonunun Ensaylı hərbi hissəsində xidmətə başlayıb. 2016-cı il martın 27-sində təmas xəttində Qazax rayonunun Quşsayrım kəndində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub. 28 mart 2016-cı ildə Müdafiə Naziri General Polkovnik Zakir Həsənovun sərəncamı ilə ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif olunub.